Bizim evdə bir kənizimiz var idi ki, şuluq və sözə baxmaz bir oğlu var idi. Çarəsiz qalaraq oğlanı Malik adlı birinə satdıq. Əlbəttə, biz bunu onun şərindən xilas olmaq üçün yazdıq. Bu sənəd həmin vaxta aiddir. Həmin vaxta. Binyamin, bunlar nə deyirlər? Xeyr, cənab. Bizim heç vaxt bu adda və nişanədə qulamımız olmayıb. Siz hələ də yalandan əl çəkə bilmirsiniz. Bu məktub Züleyxa xanım və sizin əlinizə necə düşüb? Məktubu Yusifdən mən almışam. Karvandakılara satdığınız həmin Yusifdən. Gördüyünüz kimi bizim hər şeydən xəbərimiz var. Bu bizim üçün inandırıcı deyil. Axı siz hər şeyi hardan bilirsiniz? Bu camdan soruşmuşam. Tanış gəlir? Həmin camdır ki, Benyaminin buğdalarının içindən tapılıb. Məsələ burasındadır ki, bu cam mənlə danışır. Bu cam danışır? Bu cam hər şey mənə deyib. İstəyirsiniz, onun dediklərini sizə təkrarlayım. Cam deyir ki, Yusifi qardaşları çoxlu döyüb incidərək, onu möhkəm yaralayıblar. Cam deyir ki, onu öldürmək istəyirdilər. Lavi mane oldu və onu qoyunun içinə atdılar. Sonra da qərara gəldiniz ki, atanıza deyəsiz Yusifi canavar yedi. Mən şahid idim. Qardaşımın qanlı köynəyini atamın yanına gətirdilər və dedilər ki, onu qurd yiyib. Bütün bunları sizə Binyamin deyib, hamısı yalandı. Heç bir həqiqət deyil, yalandı. Sizin camınız həqiqəti deyir, cənab. Bizim eybimizi açaraq fəryad eləyir. Qoyun desin. Eşidirik, cənab. Siz eşidirik, cənab. Siz qardaşınız Yusifi, onu quyudan çıxaran tanımayan karvançıya 17 dirhəmə satdınız. Siz qardaşınızı qul olaraq satdınız. Bir halda ki, onun öz istəyi ilə getdiyindən xəbərsiz idiniz. O bilirdi ki, onu qarşıda böyük bir risalət gözləyir. Karvandakılar Yusifi əli qolu bağlı götürüb bura, Misirə, köləliyə gətirdilər və onu qul bazarında satdılar. Mən Malikəm. Yusifi quyudan çıxaran həmin Malik. Onu sizdən satın alan. Yadınıza gəlir? İcazə verin, əlinizdəki camın sözlərini mən davam elətdirim. Misrin sədr-əzəmi Putifar Yusifi alıb zövcəsi Züleyxaya hədiyyə elədi. Yusifi sizə hədiyyə elədi? Bəli. Mən neçə illər Yusifin sahibəsi olmuşam. O mənim sarayımda böyüyüb boya başa çatıb. Mən də eynən sizin kimi ona zülm eləmişəm. Onun əleyhinə fitnə fəsad qurub, onu zindana atmışam. Allah məni bağışlasın. Yusif 12 il zindanda qaldı. Neçə illər zindanın işgəncələrinə,
daş mədənindəki ağır işlərə dözdü. O vaxta qədər ki, Misirin məliki, böyük hökmdar Axnatun bir yuxu gördü. Misirin bütün yuxu yozanları o yuxunu yozmaqda aciz qaldılar. Mən bilirdim ki, Yusif böyük yuxu yozandı. Bir dəfə zindanda mənim yuxumu düzgün yozmuşdu. Misirin hökmdarının yuxusunu da Yusifə danışdım. Və o, yuxunu yozdu. Yusif hökmdar Axnatunun yuxusunu yozmaqla zindandan xilası oldu, həm də Misir cəmaatını qıtlıqdan, vacılıqdan xilas elədi. İndi Yusif Peyğəmbər mənim həyat yoldaşım. Məlsə və Əfraim isə bizim övladlarımızdır. Və Yusif indi Misirin əzizidir. Yusif Misirin əzizidir. Sən doğrudan Yusifsən? Bizim qardaşımız Yusif? Misirin əzizi bizim qardaşımız Yusifdir. Bəli, mən Yusifəm. Bu da sevimli qardaşım Binyamin. O Yusif ki, atanın canişini olmasını istəmirdik. O Yusif ki, peyğəmbərlik və vilayət kəmərini atadan irs apardı. Bəli, mən həmin qardaşam. Allah mənim üzərimə minnət qoydu. O, təqvası olanların və səbr edənlərin aradan getməsinə imkan verməz. Görürsən ki, başı aşağı və xəcalətliyik. İndi bizlə nə inəyəcəksən? Qardaş qardaşı ilə məhəbbətdən başqa necə rəftar edə bilər? Biz də qardaş idik. Bəs niyə sənə belə zülm elədi, Yusif? Mən artıq keçmişi unutmuşam. Elə orada, quyunun dibində sizi bağışladım. Amma mən bağışlanmaq istəmirəm. Biz sənə zülm eləmişik, Yusif. Sən bizi cəzalandırmalısan. Sənin bu bağışlamağın özü məni öldürəcək. Bu bağışlamağın əslində bizə verdiyin ən böyük cəzadır. Sənə Allaha and verirəm, Yusif. Sənə Allaha and verirəm, Yusif. Bizi cəzalandır. Mən özümə nifrət eləyirəm, Yusif. Bəlkə bu cəza məni bu günahdan pak eləyə. Bu bağışlanmaq mənim üçün hər cəzadan ağırdır. Sən doğrudan cəzalanmaq istəyirsən, Lavi? Bəli, gözümün nuru, qardaş. Əgər məni cəzalandırmasan, başıma bir bəla gətirəcəm. Lap yaxşı. İndiki cəza istəyirsən, yaxın gəl. Vur, Yusif. Sənə Allaha and verirəm, vur, Yusif. Mənim qəlbimdə heç vaxt sənə və qardaşlarıma qarşı kin olmayıb. Allaha and olsun ki, mənə bundan ağır cəza verə bilməzdin. Əgər işlətdiyim günahlara görə cəzalanmasam, qorxuram ki, intihar eləməyə məcbur olum. Mən özümü məhv eləyəcəm. Səni and verirəm, tənbih elə. Səni Allaha and verirəm, cəzalandır. Mən qardaşlarımın sənə elədiklərini gördüm, amma səsimi çıxarmadım. Mən neçə illər səsimi içimdə boğdum və həqiqəti atamdan gizlətdim. De ki, cəllad bədənimi tikə-tikə eləsin.
De ki şallaq zərbələriyle günahlarımı ve qəddarlığımı canımdan çıkartsın. Bu rüsvayçılıq məni öldürəcək. Bu rüsvayçılıq məni öldürəcək. Sakit ol Lavi. Sakit ol qardaşım. Qalx ayağa. Bu vaxta kimi neçə dəfə sizlə qarşılaşmışam. Dəfələrlə istəmişəm sizi bağrıma basım. Uzun çəkən ayrılığın dərdini aradan götürüm. Amma olmadı. Yəni icazəm yox idi. Mən bütün vücudumla sizi, öz qardaşlarımı çox istəyirəm. Və bu cür görüşün arzusuyla anları, dəqiqələri sayırdım. Belə eləmə, qardaşım. Qalx, qalx. Mən xəcalət hissi keçirirəm. Əgər mən qardaşlarımın başı aşağılığına səbəb olsam, Allah məni bağışlamasın. Pərverdigara, görürsən, mən günah eləmişəm. Mən günah eləmişəm, amma Yusif utanır. Məyər bizim kimi zalimlar bağışlanmağa layiqdir? Görürsən Yahuda, necə əziz və böyük bir şəxsə əzab vermişik. Nimisa bu. Biz təkcə sizə əziyyət verməmişik. Atamızın bizim tərəfimizdən çəkdiyi əziyyət daha şiddətli və çətin idi. Bəs onunla neyniyək? Əgər bizi bağışlamasa, kimə pənah apararıq? Atamız da sizi bağışlayacaq. Bu şərtlə ki, tövbə eləyəsiz. Niyə bizim qəmmimiz sona yetmiş? Və bu hicran uzun illər davam elədi. Güman eləyirəm cəddimiz İbrahim və İsmailin əhvalatı təkrar olundu. Hiss eləyirəm ki, atamız təzəlikcə öz İsmailini qurban elədi. Ona görə də indi Allah Taala istəyir ki, İsmailini ona geri qaytarsın. Cənab, Sizlərdən kim bu köynəyi ataya çatdıra bilər? mən Əgər atanın gözlərini ona geri qaytara bilsəz, məncə bağışlanmağınıza nail ola bilərsiniz. əgər bacarsaq, əlbəttə ki, bu qeyri-mümkündür. Allahın iradəsi qeyri-mümkünü mümkün eləyir. Qalxın. Bu, bizim babamız İbrahimdən İshaqa, ondan atamıza və sonra mənə çatan köynəkdir. Lavi, yola düş və onu atamıza çatdır. Onun gözlərinə sürt. Allahın istəyi ilə atanın gözləri görəcək. Atanın yanına get və ona de ki, Bəni İsrail və bütün qohumlarını yığıb mal qarası ilə, ev əşyaları ilə Misrə tərəf yola düşsün. Mən Misirin hökümdarı Axnatunla söhbət eləmişəm. Qərar almışam ki, sizi Memfisin münasib məntəqələrinin birində yerləşdirim. Qoşan Memfisin ən yaxşı yerlərindən biridir. İstəyirəm ki, orada Bəni İsrail üçün bir şəhər tikim. Gördünüz? Malik, qardaşımın səfər tədarükünü hazırlayın.
Görüşmək ümidi ilə. Atamın gözlərinin şəfası bax bu köynəkdədir. Tələs. Onu Yaqub peyğəmbərə tez çatdır. Allah manında. Görüşmək ümidi ilə. Bəli, evladlarım. Təkcə Kənanda deyil, dünyanın başqa şəhərlərində də bir çox hökmdarlar hakimlik edirlər. Amma bir gün olacaq ki, cahanda təkcə bir hakim və bir hökumət olacaq. Bütün cahanın hakimi, salihlər atası adlanan bir mübarək şəxs, bir mübarək adam olacaq. Baba, islah olunmuş hakim kimdir? Sən Cərşunsan, Şəmunun övladı? Bəli, baba. Bilmirəm, oğlum. Bircə onu bilirəm ki, bir əməli salih Allah bəndəsidir. Sonuncu Peyğəmbərin beysətindən sonra öz ədalətli hökumətini quracaq. Sonuncu Peyğəmbəri tanıyırsınız, baba? Sən Əşbilsən. Binyaminin oğlu, bilirəm. Bəli, tanıyıram oğlum. Bütün peyğəmbərlər onu tanıyırlar. Hamısı gəlib ki, onun gəlişinin müjdəsini versinlər. Onun adı Əhməddir. Əhməd? Əhməd? Bəli, Əhməd. O əmim İsmail Zəbuhullahın nəslindən olacaq. Nə gözəl ətirdir. Bu ətir Əhməd adının çəkilməsinə görədir. Mən Yusifin qoxusunu hiss eləyirəm. Nə dediniz ata? Məni divanə hesab eləməyin. Mən Yusifin ətrini hiss eləyirəm. Nə danışırsınız ata? Yusif burada nə gəzir? Bəlkə səhv eləyirsiniz. Axı biz heç nə hiss eləmirik. Yusif 30 ildən çoxdur ki, ölüb. Siz hələ də onun qoxusunu hiss eləyirsiniz? O ölməyib. Mənim Yusifim ölməyib. Mən heç vaxt Yusifin öldüyünü düşünməmişəm. Mənim Yusifim sağdır. Bu günü yadınızda saxlayın. Mən Yusifimin ətrini hiss eləyirəm. Eşidirsiniz? Biz ərlərimizin və qarnı aç uşaqlarımızın fikrini çəkirik, o isə Yusifin fikrini. Sağ-salamat görüşənədir. Allah'a emanet. Səfəriniz uğurlu olsun. Tezliklə görüşərik. Ümidvaram gələn dəfə sizi Yaqub peyğəmbərlə birlikdə görəcəm. Allah amanında. Görüşərik. Sağ olun. Sağ olun. Sizin salamat qalın. Xidmətinizə görə minnətdaram. Hələlik. Hər şey üçün sağ olun. Görüşərik. Allah amanında. Allah Görüşərik. amanında. Görüşərik. Sizi gözləyəcəyik.
Allah sizi hifz eləsin. Qıtlıq düz 5 ildir ki, davam edir. Əgər yağış yağmasa, Misirlilər həlak olacaqlar. Nil quruyub. 2 ildən sonra yağış yağacaq. Bu Yusifin vədəsidir. On gündür ki, nəsə Yusifin iyini hiss eləyir. Kənana tərəf bir nəfər gəlir. Bu tərəfə bir atlı gəlir. Eşidirsiniz? Bir nəfər gəlir. Kənana tərəf bir atlı gəlir. Bir atlı gəlir. Kənana tərəf bir atlı gəlir. Bu gələn qardaşım Lavidir. Lavi? Lavi qayıtdı? Lavidir. Bəs nə üçün tək gəlir? Lavi gəldi. Salam ata. Salam oğlum. Xoş gəlmisən. Xoş gördük. Salam ata. Lavi, sən oğlum. Çox nigaran qalmışdım. Sizi gördüyümə şadam ata. Mən də nigaran idim. Yusifin ətri gəlir. Yusifi özündən gətiribsən. Sakit ol ata. Sakit ol. Həm hə, həm də yox. Mən Yusifin nişanəsini gətirmişəm. Nişanə? Nə nişanə? Sizin üçün Yusifin köynəyini gətirmişəm ata. Gümüş rəngdə parıltılı olan köynəyi. Bəli, elədir. Mən onu görən kimi tanıdım. Bu vilayət nişanəsidir. Bundan hörmətlə, ehtiyatla rəftar eləmək lazımdır. Bu köynək babam İbrahimdən atam İsağa, ondan mənə yetişib. Bu köynək Yusifdə olmalıdır. Onu hardan gətiribsiz? Bu köynəyi mənə Yusif verib ata. Yusif? Yusif? Nə dedin oğlum? Mən düz eşitdim. Yusifə nə olub? Yusifə heç nə olmayıb. Biz Yusifi tapmışıq. Qardaşım Yusif elə həmin Misirin əzizidir. Misirin əzizi bizim itkin düşmüş Yusifimizdir. Ata!
Ata, Sizə sənə nə oldu Allah ata? and verirəm, biraz yavaş. Ata, Narahat olmayın. Bir şey değil. Ey Allahın nəbisi, nə oldu? Bəs özü hardadır? Mənim köynək gətirmədən xoş xatirəm yoxdur. Bundan əvvəl bir dəfə Yusifin qaldı köynəyini gətirdiniz. Amma özü gəlmədi. Bu dəfə də Yusifin köynəyini gətiribsiz. Özünü yox. Ay! Yusif özümlə gətirə bilmədim. Çünki o Misirin əzizidir. Demişdim ki, bu köynəyi özündən uzaqlaşdırmasın. Onu nə üçün sənə verib? Onu sizə gətirmək üçün mənə verib. Dedi ki, bu köynək ataya şəfa verəcək və sizin gözünüz yenidən görəcək. Bu köynək şəfa verəcək. Demədimmi? Demədimmi ki, Yusif məndən üstündür? Əgər belə olmasaydı, onun köynəyindən gözlərimə şəfa ola bilməzdi. Xudaya! Pərverdigara! Eşq nələr eləmir. Eşq nələr eləmir. Mübarəkdir Yaqub. 10 gündür ki, mən Yusifin iyini hiss eləyirəm. Hamı deyirdi ki, divanə olmuşam. Onlar eşq elminə yaddılar. Yusifin köynəyi 10 gün əvvəl Misirdən sənə tərəf yollanır. Mən 10 gün əvvəl Yusifin iyini hiss etməyə başladım. Sən dəfələrlə Yusifin düşdüyü quyunun yanından keçmisən, amma onun iyini hiss eləməmisən. Bəs niyə bu qədər intizardan sonra? Ona görə ki, bugün sən vilayətin məqamını dərk eləyirsən. O gün isə eləmirdin. Deməli, düz başa düşmüşəm. Yusif mənim peyğəmbərliyimin varisidir. Bəli, sənin hicran dərdindən fəryad eləməyin və usanmadan intizarda qalmağın səni əvvəlkindən də uca məqama çatdırdı. Vilayət eşqi hər bir gözü nurlandırar. Ata, sizin gözləriniz daha görür. Mən sizi görürəm. Siz görürsünüz ata. Bəli, evladım. Sən görürsən? Yusifin köynəyi və Pərverdigarın inayəti yenidən gözlərimi mənə qaytardı. İbrahimi Nəmrudun atəşindən xilas edən köynək mənim gözlərimə şəfa bəxş elədi. Baba! Bəs qardaşların? Narahat olmayın, gələcəklər ata. Yusif necə? Yusif də onlarla. Yox ata, biz onun görüşünə gedəcəyik. Bütün qohum əqraba ilə. Pərverdigara, minnətdaram. Allah'ın peyğəmbəri görür. Allah'ın peyğəmbəri görür. Sizə demişdim də. Ata burada deyil. Bu qəm-kədər evidir. Ata daha kədərli deyil. Yəqin atanın gözləri açılıb və ata neçə ildən sonra yenidən evə qayıdıb. Elədir. Çünki sizin bugün qayıdacağınızı bilirdim və gözləyirdim. Salam ata. Siz buradasınız? Salam atanın əzizi. Sizi yenidən gördüyümə görə çox sevinirəm. Ata. Sizin gözləriniz görür?
Siz görürsüz. Bu sənin qardaşının köynəyinin möcüzəsidir, oğlum. Salamat. Allahın Salamat. Salamat. Ata görür. Gözləri Atanın gözləri görür. Atanın gözləri Başı görür. Bax. Salam olsun Allahın nəbisinə. Salam olsun Salam sənə. ata. Salam ata. Görürsüz? Haqqı var. Əlbəttə, onun bizdən inciməyə haqqı var. Sevinmirsiniz? Niyə ki? Amma qəmli keçmişimiz mənə rahatlıq vermir. Ata narahatdır. Təbiidir. Xüsusən də indi övladlarının necə xəta elədiklərini bildiyi halda. Ata çox qəzəblidir. Allaha şükür eləyirəm ki, qardaşlarımın xətasında şərik deyiləm. Sizə nə qədər dedim ki, tövbə eləyin. Nə qədər dedim ki, həqiqəti deyin və məni qəmdən xilas eləyin. Bilirik. Bilirik ki, günahkarıq və qardaşımıza xəyanət eləmişik. Bundan belə sizdən bizi bağışlamağınızı istəyirik. Sizdən də zalım və rəhimsizləri var. Siz əvvəlcə Allahdan bağışlanmaq istəyin, məndən yox. Əgər cəmaatın arasında rüsvay olmaqdan qorxmasaydıq, bunu çoxdan etiraf edərdik. Qarğışınızdan qorxduğumuz üçün bu həqiqəti etiraf eləməmişik. Allah onsuz da sizin əməllərinizdən agah idi. Mən deyirəm, nə üçün xəlvətdə Allahın huzurunda öz günahlarınızdan tövbə etməyibsiz? Bu köynək sizə tanış gəlir? Yusifin qanlı köynəyidir. Bunu belə bir gün üçün saxlamışdım. Həqiqətin üstünün açılacağı gün üçün. Bu nə zülm idi, atanıza eləmişdiniz. Siz ki deyirdiniz Yusifi canavar parçalayıb. Bəs nə oldu? Yusif ki sağdır. İstəyirdiniz Yusifin uca məqamına və üstünlüyünə mane olasınız, hə? Siz Allah Taala'nın istəyinə qarşı çıxdınız? Heç utanmadınız? Yusif bizi bağışladı. Əgər siz də böyüklük eləyib bizi bağışlasaz, şübhəsiz ki, Allah da bizi bağışlayar. 40 ilə yaxındır ki, siz mənə əzab verdiniz. İndi bir dəfə üzr istəməklə bağışlanmağınızı istəyirsiniz? Gedin, gedin. Bir müddət bağışlanmaq intizarını çəkməsəniz, sizi bağışlamayacağım. Yəni onları bağışlamayacaqsınız?
Bunlar asanlıqla əldə etdikləri bağışlanmağın qədrini bilməzlər. Sən ondan qorx ki, onları Allah da bağışlamaya. Binyamin, sən atanın yanında daha əzizsən. Bizə şəfayət eləyərsən. Məyər şəfayət eləməliyəm? Bilirik ki, sən qardaşının həsrətini çox çəkmisən. Amma biz də sənin qardaşlarına xaqı. Nə istəyirsiniz? Neçə illər qəlbimi parça-parça elədiyiniz, gözümdən qan yaş axıtdığınız halda belə tezliklə bağışlanmağınızı ummamalısınız. Bəlkə zaman keçdikcə yaralı qəlbim rəhmə gələ. Ata, bu mənəm, Binyamin. İçəri gəl. Ata, mən şəfayət üçün gəlmişəm. Sən necə şəfayət edə bilirsən? Onların mənə və sənin qardaşına, özünə, bacına, Ləyaya, digərlərinə etdikləri bu zülmü necə unuda bilirsən? Ata, mənim yaxşı yadımdadır ki, siz həmişə qardaşlarımın günahlarını şeytanın fitnə fəsadı bilirdiniz. Məyər şeytanın oyuncağı olmaq kiçik günahdır? Şeytana itaat etmək Peyğəmbər evladları üçün qəbul edilərmi? Məyər bunun ağır cəzası yoxdur? Gedin, başqa vaxt danışarıq, gedin. Qırx ilə yaxındır ki, boğazı kəsilmiş quş kimi gözlərinin qarşısında çapalayırdım. Qardaşının həsrətində göz yaşı tökdüm. Gözümün qarası getdi. Amma heç biri mənə rəhm eləmədi. Əgər bir kəlmə,
Heç olmasa bir kəlmə desəydilər, bütün əzablarım sona çatardı. Məni bağışla, ata. Əgər israr eləməsəydilər, şəfayət üçün gəlməzdim. Mənim heç şübhəm yoxdur ki, atanın bu rəftarı qardaşlarının xeyrinədir. Hər halda mən Allaha şükr eləyirəm ki, bu ayrılıq hər nə idisə sona çatdı. Ata, köç eləmək əmri verməyəcəksiniz. Qardaşım Yusif intizardadır. Biz Misirə getməliyik. Bütün övlad və nəvələrinizlə, mal-qaramızla. Qardaşım Misirdə, Memfisin yaxınlığında bizim üçün böyük bir yer seçib. Səhər sübhdən hərəkət eləyəcəyik. Deyin, hamı yüklərini bağlayıb səfərə hazır olsunlar. Deyin, yeni paltarlar geyinsinlər. Özlərini səliqə səxmana salsınlar ki, Yusif Misirin böyükləri qarşısında xəcalət hissi keçirməsin. Elə olmasın ki, tayfasının nimdaş görkəmini ona irad tutsunlar. Başa düşürük, ata. Ola bilər bizim sadəliyimizi fəqirlik bilsinlər. Ged oğlum. Kənan cəmaatı üçün öz peyğəmbərindən ayrılmaq çətindir. Əgər itkin düşmüş evladınız Yusiflə görüşmək üçün getməsəydi, şübhəsiz ki, getməyinizə yalvarışlarımızla mane olardıq. Bizim üçün də Kənanı tərk etmək, dostlardan ayrılmaq ağırdır. Amma bu Allahın vəlisinin əmridir. İtaət etmək vacibdir. Fironlar ölkəsinin cəmaatı Allahın dini ilə yaxşı tanış deyil. Bəlkə cəddimiz İbrahimin əqidə və ayinini təbliğ etməklə Yusif istəyir Misirdə tək tanrı inancını bərqərar eləsin. Ümidvaram Allahın peyğəmbəri bizi unutmayacaq və bizim üçün dua edəcək. Allah sizi hifz eləsin. Allah amanında. Allah amanında. Bizi unutmayın ey Allahın nəbisi. Bizi unutmayın. Müdafiz. Xudafiz. Allah amanında. Allah amanında. Bizi unutmayın. Ey Allahın nəbisi. Sağ salamat. Sizə yaxşı yol. Allah amanında. Allah amanında. sizi qorusun. Allah sizi qorusun. Bizi unutmayın. Allah Ey sizi Allahın qorusun. nəbisi. Bizi unutmayın ey Allahın nəbisi. Xudafiz. Allah amanında. Bizi unutmayın ey Allahın nəbisi. Bizi unutmayın. Sizə yaxşı Allah yol. amanında. Allah amanında. Yolunuz açıq olsun. Nəbisi. Allah amanında.